Geyimdə insanlar bir-birindən yarışa, ötüşməyə çıxmamalıdır. Bəli, geyimin səliqəsinə, səhmanına, təmizliyinə diqqət eləmək olar, amma bəzən bir meyara çevrilir. Bir böyük alim idi, məclisə gəldi bir gün çox köhnə paltarda, girdi məclisə salam, heç salamın cavabını almalıdır. Otur orada qapının ağzında, cəmaata yemək zət verəndə sənə də verərlər. Bu da böyük alim idi, amma özünü tanıtdırmır. Sonra ikinci gün getdi, qiymətli paltarla gəldi məclisə. O saat fikri cəlb elədi, dedi, bu kimdir filan alimdir. Buyurun yuxarı başa filan, danışın bəhrələrlə istifadə eləyək filan. O da heç nə danışmır. Yemək gətirəndə deyir, buna xüsusi o yuxarı başda da yağlı yerindən gətirəndə deyir, bu yeməmişdən qabaq qolunu çəkdi, gətirdi yeməyi, deyir, paltarım ye, sənə gətirirlər bunu. Mənə gətirsəydilər, öyle dünən də gətirərdilər. Bu dəyər mənə verilsəydi, elə dünəndən verilərdi. Əgər bugün xüsusi hörmət göstərirlərsə, xüsusi ehtiram edirlərsə, onu bildirir ki, mənim geyimimə, paltarıma görə bunu edirlər.